Salam aleyküm değerli dostlar, değerli izleyiciler. Bu günləri Binə qəsəbəsində sizlərə çox gözəl, geniş bir dənə, qiyməti 63 min Azərbaycan manatına olan sərgəli bir həyət evimizin çəkilişinə gəlmişik. Məhəlləmiz çox gözəl məhəllədir. Xəyallar Adası deyilən ərazidə yerləşir. Qəşəng, belə deyək də, məhəlləsi var. Sərgəli asfalt yoldur değerli dostlar, değerli izleyiciler. Daxil olacağım evimizin içine. Keçməmişdən əvvəl kanalımızı bəyənin, abone olaraq zil düyməsinə toxunaraq bildirişləri açmağı dostlar unutmayın. İnşallah. Görək Ayşə xanım da təqdimatında nə deyəcək? İnşallah sizə uğurlar arzulayıram. Yallah təqdimata keçin. İnşallah. Bəli değerli dostlar. Qiymət 63 minə olan gözəl, belə bir mükəmməl həyət evimiz təcili satılır. Değerli dostlar, daxil oluruq evimizin həyətinə. Gördüğünüz kimi həyətinə rahat bir formada maşın daxil olunur. Ev bağatı, görünüşlü, qəşəng, səliqəli tikilmiş, qoşadaşla hazır olunmuş bir həyət evidir. Evimizin hələ remont işləri, çəpçipulları yeni qutarıbdır. Real alıcılar buyursunlar, əlaqə saxlasınlar. Əlaqə nömrələrimiz səhifədə qeyd olunubdur. Değerli dostlar, sənədləri fərdi yaşayış üçün verilən çıxarı sərəncamıdır. Koridoru qəşəng, geniş koridordur. Səliqəli dolab şkaf üçün yerimiz də mövcuddur. Burada yığmaq olar. Evimizin ilk daxil oluram qonaq otağına. Gördüğünüz kimi səliqəli, geniş, iri bir qonaq otağımız mövcuddur. Qəşəng qapıları var. Dostlar, çox səliqəlidir. Hətta belə göstərə də bilərəm. Gördüğünüz kimi qəşəng, səliqəlidir. Dostlar, bura evimizin zalı, qonaq otağı. Mətbəxinə daxil olaq. Bura evimizin mətbəx hissəsidir. Gördüğünüz kimi qəşəng, geniş, iri bir mətbəxdir dostlar. Səliqəlidir. Kapel metlaq yeni vurulubdur. Hətta altının belə deyək, dəş supularını açmayıblar. Üst buralar tam belə deyək, ağarılmayıbdır. Reallıqla bunlar hamısı tam təbil veriləcək. İşıqları zadı hamısı hazır bir vəziyyətdə. Sonra daxil olaq evimizin yataq otağına. Otaqlar hamısı çox genişdir değerli dostlar, değerli izleyiciler. Səliqəli otaqları var, genişdir, hamısı bir-birindən. Gördüğünüz kimi, hələ bunlar hamısı yeni vurulubdur, tam qurumayıbdır. Ev, bax gördüğünüz kimi, hazır bir vəziyyətdə. Pəncərədən birbaşa məhəlləyə baxan belə bir gözəl, avralı bir evdir. Sonra daxil oluruq evimizin sanitar qovşağına. Gördüğünüz kimi burada sanitar qovşağıdır, qəşəng kapel metlağı var, özü də genişdir. Dostlar, belə bir evi almaq istəyənlər mütləq əlaqə saxlasınlar səhifədəki əlaqə nömrələri ilə. Real alıcılar və kanalımızı bəyənin, abone olmağı, zil düyməsinə toxunaraq bildirişləri də açmağı unutmayın değerli dostlar. Allah hər kəsə xeyrin versin, amin.